Bu 5 səbəb məsamələri daha böyük göstərir. 1. Həddən artıq yağ ifrazı. Dəri çox yağ istehsal etdikcə məsamələr daha görünən olur. Xüsusilə burun və yanaq bölgəsində. 2. Dərinin susuz qalması və baryerin zəifləməsi. Yağlı dəri belə susuz qala bilər. Dəri baryeri zəiflədikdə nəmlik itkisi artır və dəri özünü qorumaq üçün daha çox yağ ifraz edir. Bu məsamələrin görüntüsünü daha da artırır. 3. Kollagen itkisi. Yaş artdıqca dərinin elastikliyi azalır. Kollagen zəiflədikcə məsamələri sıx saxlayan dəstək də zəifləyir və dəri teksturası daha nahamar görünür. 4. SPF istifadə etməmək. Günəş şüaları dərinin baryerini və teksturasını zədələyir. Məsamə və ləkə görüntüsünü zamanla daha nəzərə çarpan edir. 5. Yanlış dəri baxım rutini. Dərini həddən artıq qurutmaq, sərt məhsullardan istifadə etmək və makiyajı düzgün təmizləməmək dəri balansını poza bilər. Auralin anti-age krem mütəmadi istifadə ilə dərini daha hamar, sıx və daha canlı görünməsinə kömək edir. Dəri baryerini dəstəkləyir və məsamə görüntüsünün azalmasına dəstək olur. Şərtli dəri problemini ya probleminə uyğun qulluq rutini tövsiyə edək. Səhifəmizi izləməyi və bu postu dostlarına da göndərməyi unutma.